Ay mənim ağıllı nəvəm. Ay mənim gözəl nəvəm. İstəyirsən sənə bir nağıl danışım? Nənə, mənə nağıl danış. Hə, gəl yaxına danışım. Deməli belə. Biri var idi, biri yox idi. Bir bağbanın gözəl bir bağı var idi. Bu bağda müxtəlif ağaclar var idi. Nar, armud, alma və həmçinin bir xurma ağacı var idi. Aha, nənə, nə oldu sonra? Bu xurma ağacında acırtdan müxtəlif xurmalar var idi. Çoxlu xurmalar var idi. Hamısı narıncı, gözəl. Amma bunların içində bir xurma var idi ki, elə hey özünü tərifləyirdi. Bilirsən nə deyirdi? Bu xurma özündən çox razı idi. Elə hey özünü tərifləyirdi ay bala. Deyirdi ki, öz yanında olan budaqdakı olan o xurmalara deyirdi də. Deyirdi: "Ey, sən üzvə bütün çart düşüb ki." Digər xurmaya baxıb deyirdi: "Sən də ağappaq qalmısan, heç yetişməmisən." Digər xurmaya deyirdi: "Sən isə elə eybəcərsən ki, adam sənə heç baxmaq istəmir." Bütün yanında olan xurmaları acılayırdı. Hamısının qəlbinə dəyirdi. Ay nənə, necə də pis iş görür? Bəli, ay bala. Adam da öz dostunu, öz rəfiqəsini pisləyər. Adam da heç özündən razı qalar. Bax, bu xurma belə idi. Sonra sən özünə baxıb deyirdi: "Baxın görün mən nə gözələm. Mən sizin kimiyəm?" Yox. Gör nə gözələm, üzüm hamar, rəngim narıncı, özüm gözəl. Yox deyir məndən heç yerdə. Belə günlər keçirdi. Bu xurma özünü təriflədiyinə görə, özündən razı olduğuna görə yetişmədi. Amma onun dostları isə üçün özlərindən razı deyildilər. Özlərindən çox bir-birlərini sevirdilər. Hamısı yetişdi. Bir gün bilirsən nə baş verdi? Nə baş verdi nənə? Deməli, günlərin bir günü bağban öz nəvəsi ilə birlikdə böyük bir zəmbili götürüb bağa gəldilər. Sən demə, bayram olacaqmış. Onlar meyvə toplamağa başladılar. Gəldilər, çatdılar bu xurma ağacına. Xurma ağacının bütün meyvələri, bütün xurmaları yetişmişdi. İçində bircə dənə özündən razı qalan və özünü tərifləyən bu xurma yetişməmişdi. Bağban bilirsən neynədi? Neynədi nənə? Hə bala, bağban bütün yetişmiş xurmaları dərdi qoydu səbətə. Keçirtdi qoluna və evə yollandı. Elə bu vaxtı nəvəsi dedi: Ay baba, burada axı bir dənə xurma qaldı, onu niyə dərmirsən? Baba nəvəsinə baxıb dedi: Ay bala, ondan işin olmasın. O yetişməyib, ağız büzən xurmadır. Onu dərmək lazım deyil. Yəni o xurmanı bəyənmədi. Nəvə ilə baba evə tərəf yollandılar. Bu hadisə xurmaya çox pis təsir etdi. Hə, nənə, görəsən ağıllandı? Hə, ağıllandı. Amma belə oldu. O ağacda tək qaldı və babanın evinə baxdı. Gördü ki, yanında olan bəyənmədiyi xurmaları apardılar, yudular, səbətə qəşəng qoydular pəncərənin qabağında. Amma bu xurma isə elə hey özünü təriflədiyinə görə, heç kəsi bəyənmədiyinə görə ağacda tək qaldı və başladı qəmginlənməyə və başladı ağlamağa. Ay mən tək qaldım, digər xurmalar hamısı getdilər. Elə bu zaman ağaca bilirsən nə gəldi qondu? Nə qondu nənə, nə qondu? Ağaca bir qarğa gəldi qondu. Qarğanı görən bu xurma başladı qışqırmağa. Ay məni yemə. Qarğa bilirsən buna nə dedi? Dedi: səni neynirəm ki? Sən kimə lazımsan? Sən ağız büzən xurmasan. Yəni mən səni yeyib ağzımı büzə bilmərəm. Xurma bunu eşitdi və daha da qəmgin oldu və başladı ağlamağa. Dedi: gör nə günə qalmışam ki, qarğa da məni bəyənmir. Qarğa dedi: ay xurma, sən niyə burada tək qalmısan və niyə ağlayırsan? Xurma dedi: ay qarğa, sənin xəbərin yoxdur axı. Mən o qədər ona buna güldüm, onu bunu ləğə qoydum. Axırı yetişmədim, kal qaldım və məni dərib aparmadılar. Qarğa dedi: bax, mənim uzun ömrüm var. İstəyirsən, mən sənə yaxşı bir yol göstərim. Və sən yetiş, səni də aparsınlar. Xurma dedi: hə, istəyirəm. Qarğa dedi: bax, əməlindən peşman ol və söz ver ki, bir daha belə etməyəcəksən.
onda yetişəcəksən. Xasiyyətin gözəlləşdikcə dadın da dadlı olacaq. Bunu eşidən xurma öz əməlindən peşman oldu, xasiyyətini dəyişdi və həqiqətən də ağacda yetişdi. Bir-iki gün keçmiş, babanın nəvəsi qaça-qaça bağa gəldi və bu xurmanı da ağacdan dərib apardı. Digər xurmaların üstünə qoydu bala. Bu da mənim bugünkü nağılım necə idi? Ay nənə, çox sağ ol. Çox təsirli nağıl idi. Deyirəm ki, yaxşı ki, bu xurma öz elədiyi hərəkətdən peşman oldu. O da yetişdi dadlı-dadlı evdə o biri xurmaların yanında oldu. Ay can, ay can. Bəli, bəli. Nağılım da burada bitdi.